Oo, salam, salam. Rəşid bəy, necəsiz? Nə var, nə yox? Çox sağ olun. Nə gözəl. Bura hiss olunur ki, Qarabağa yaxın bir ərazidir. Buranın havası, kəpəsin Bəli, bəli, bəli. Burada əlavə nar bağıdır. Məhlənin içindən əlavə çölüzdən. Gözəl. Zeytundur, nardır. Yemeğin hamısı Göyçayın Kıvrımdan da canlılara. Bəli. Hər bir üstüne dolu. Yəni burada meyvə sezonu ağaçlar başını yerə verir. Əla. Hər bir şəraiti var. Hər bir şey. Burada təndir yer üçün eləmişdik. Yol qırağını prost sonra fikrimiz dəyişir, hələ durur. Yəni kim istəsə təndir də qabilədir. Aydındır. Divarın hündürlüyü nə qədər olar? 4 metr. 4 metr. 4 metrin hündürdədir zabor. İçəri üzrə hamısı sıvanıbdır. Əla. Rəhlənibdir, yəni zaborun içəri girəndə görəcəksiniz. Bəli. Rəhləni sıvanıb. Buyurun keçin. Ay maşallah. Müəllim, bu sanitar qovşağıdır. Bəli. Yəni 5 metr dərinliyində qazılıb, tərlərin, kalsiyaların azalının hamısı alınır. Bəli, bəli. Yəni olur, mübani. Məhlədə 1200 dənə meyvə ağacı var. Bəli. $650 dənə Qallancadan gəlmə qızıl güllərdir. Məhliyyələr yoxdursa bir 200 kamaz meşə torpağı, peyin daşını tökülübdür. Ağaçların hər birinin dibinə damcılama sistemidir. Bəli. Canım sizə desin. 2 dənə içində 2 mərtəbəli evlərdir. Bəli. 50 tonluq malqovunu baxdı. İçi termos. Bir dənə 8 tonluq yuxarıdadır. Evində içindəki bütün avadanlıqların hamısı İtalyanın, mərmərlər Hindistanın, hər bir şey Amerikanın pəncərələrdir. Fikir verin. Buna baxın, tor qaldı burada. Zavodskoy, o işçi koduna baxın bir dənə. Bəli. Yəni xaricdən gələn mallarla istifadə olunubdur. Gözəl. İndi inşallah içəri girəndə görəyiz. Bu gavalısıdır. Hər bir şey var burada. Nə cavalısı? Ağcakətdən gəlibdir. Yəni Göyçaydan 150-yə yaxın elə narla göycə ağacı gətirilib əkilibdir. Gözəl. Məhəllədə olmayan şey yoxdur. Darxal obyekt də var. Kənd evizlər də var, göstərəcəm hər Əla. birini. Bu daşların hamısı İrandan gəlibdir. Bax, tam etlərin hamısı. Bəli. Gölün suyu pramma gecə gündüz qapıya axır. Gözəl. Olmayan şərait yoxdur burada. Əl damından tutmuş hər bir abstanovkası var. İstilik sistemi, soyuq suyu, hər bir şey var. Məhələni indi gəlin yavaş-yavaş göstərəcəm. Birinci bağdan başlayaq. Olmayan meyvə ağacı yoxdur. Bütün bu dəmirlər, hamısı nə işlənir, şurupuna kimi bir dənə yerli mal yoxdur. Hamısı xaricdən gəlir. Küllü miqdarda bura pul tökülür. Bağın girişi burada. Bəli, bəli. Fikir verin müəllim. Zoğalı. Tökülüb düyündən ha. Sözü hamısı damcılama sistemindən. Bir dənə baxın elə bir dənə çəkin bax. 12 ton boş çəkisi. İçi termos. Yani baseyin yer eləmişdik. Sonra fikrimizi dəyişdik, elə bakalım basılır.
Türkiyədən gələn qoza bax. Sizdə mərkəzləşdirilmiş su var. Bəli, daimi gecə gündüz axır. Hər ehtimala qarşı buranı da doldururuz. Qəbrana doldururuq ki, işıq kəsilər. Nəsə olar, tramvay buradan özü samaxod məhlənə sulayır. Əla. Bu O qoz Türkiyənin ağacı. reklamında olan qoz ağaçlarından gətirilmiş oradan. Bəli. Üstünə bax, maşallah. Bəli. Əməlli başlı məhsul gətirib. Amma hər bir ağac üstündə o cabalınız adı gördünüz mü? Hər biri. Gəlin bura baxın bir daha, ağaçların üstündəki meyvəyə baxın. Bunu kim alsa elə bir Allah'a verir. Bunun gözəlliyinə baxın. Maşallah. Ağacı var hər biri. Sezonlu ağaçlar. Bura əl damıdır, yəni açmağa ehtiyac var, açım içine baxın. Yox, ehtiyac yoxdur. Evet. Yəni əl damıdır, toyuq cücə nə istsən saxla gibi. Burada toyuqçu da Hər saxlayır. üç dənə gözü var, yəni. Bəli. Aynen insanlar toyuq. Buradan kölədə bu Bəli. çıxış var, o nar bağın olan yerə. Bəli. Müəllim. Şimdi gəlin bax özünüz görəsiniz, indi sezonlu meyvələr bəziləri yetişib solur. Bəli. Hayvasından tutmuş. Şimdi çox meyvələrin bəzi sezonda olanlardan var da, sezonda qalan meyvələrdən. Fikirləşsin milyon Maşallah. xanım. Əriyə ağacına baxın. Üstündə bir traydı hamısı. Almanın Hardasa gözü. bir 15 yaş olar bağa. Ha, 2003-cü ildən buna bax, similyon almasıdır. Güzel. Hələ tam dəyməyib. Bu iləhmişəm. Bığır narıdır hamısı. Bəli. Işıq baba sortudur. Güləyşə sortudur. Hamısından var. Ağ gilassız, öküz rəyidir. Bu üstündə bunlar başın yerə qoyulur. Ərik ağaçlarıdır. Kiber hər birinin həm əlinə sulayır, həm özü damcılamıyor. Axranlıqı var, bağbanı var buranın. Suvarma sistemi var. Ha, bax, fikir verin, o da orada sulamışdı da, bax. Bu cərgə sulanmış, bax. Bəli. Hələ qurumur. Qara incilindən tutulmuş, ağ incilindən tutulmuş. Hər bir şey. Gəlin göstərəcəm, yaxşı meyvələr var. Burada da əlavə nar bağı. Gilaslar da ki, neçə ilin, 10 ilin, 15 ilin ağaçlarıdır. Hamısının üstündən 100 kilo, 200 kilo olur gilas yığır. Bu bağ neçənci ildə salınıb? 2003-cü il. 2003-cü ildə. Hə. Hardasa 21-i. 21 ilin bağıdır. Yaşayış olmayıb, evlər elə remont olub. Bir dənə aşağıda axran qalır, su. Bəli. Bu nə ağacıdır? Bu öküz rəyi gilanlarlar oluyor ondan. Maşallah. Bu gilas. Ağ gilasdır. Bəli. Gilasların hər fasonu var burada yəni. Gilas ağaçlarının hamısı böyük ağaçlardır. Meyvə verir. Armuda bax, hər sort armud. Bunun gözəlliyinə bax, hemen. Bir dınqılı qanatda gör neçə dənədir. Bu daş armududur deyirsən. Yox, daş armud deyil, bu başqa sort. Hardasa sentyabrda Hə. deyir. Fikir verin, 3 dənə qananın üstündə 5 dənə, balaca qananın üstündə 5 dənə armud. Bəli. Buna bax. Bu nə ağacıdır? Bu da armud. Ha, bu da daş armuddur. Bəli. Hala bunun gözəlliyinə bax. Görüm o para öncündən qalır. Sizə qırım verim, sizə nasıl deyim. Sizə görüm nə yaxşı. Meyvə verim. Ha. Gəlin, gəl buraya. Gözəlliyə bax. Bunu ki belə qırıb yemədin. Qara əncir. Qarancıl, dərman. Əla. Çirəsindən nə boyda qalır. Burada nardır. Udulu nar da var. Hər bir nardan burada nar var. Hissə hər ağaçdan əkmiş, hər ağaçdan. Əla. Buranı elə bir kim alsa Allah verib də heç nəyə əl vurmadı, maya qoymaqsız yox, gir içinə yaşa. Neçə dənə dediniz ağac var burada? Meyvə ağacı. 1200 meyvə ağacıdır. Vay maşallah. 650 dənə Qallandiyadan gəlmə qızıl güldür. Bəli. Plus bala o başqa səppə güllər zad var. Feyxosundan tutmuş, çoğalından tutmuş olmayan şey yoxdur. İnnabına kimi var.
Bu ağaclar çiçəkləyən vaxt bu məhəlləyə girəndə elə bir insan cənnətə girir. Bəli, bəli. O Tamamilə gülün, doğru. dalın, ağaçların, güllərin, çiçək hər biri tamam qeyri-adi iylərlə elə bilsən cənnət. Adam buradan çıxmağı gəlir. Elədir, elədir. İndi prost meyvələrin bəziləri yığılıbdır, qutarıbdır. Yığılıb deyəndə biz satmırıq. Sadəcə olaraq qohum, qonşu gəlir, yığır, aparır, istifadə edir. Bəli. Biz bu boyda meyvəni, yəni Yox, mümkündür. yığışdırmaq olmuyor. Bunu kim istəsə, alıb eləsə elə sezona bəhsdir. Yaxud da satışını təşkil eləmək olar. Çünki bu bir ailəlik deyil də. Bir ailəlik deyil, bunu nəsil kötəyirsə, yıxsa da qutaran. Yox, qutaran deyil. Qutaran deyil. Bu güllər, bu Gözəlliyə baxın. indiki, Hörmətli izləyicilər, bir dənə baxın. Gözəl. bu vaxtı qızıl gül bitmir da. Burası bax. Buranın eni nə qədər olar? 55, Bax, o divardan bu divara qədər. 55'te 58 metr enidir. Bəli. Harsa bir 110 metr, 120 metrdə uzunluğunda. Bu həyət. Hə, təkcə bu. Arxadakını hələ şey demirəm. Arxana biz göstərəcəyik. Hə. O obyektdir də. Hə, deyirsən. o obyektiv, yəni bu amma yaşar üçün cənnət. Bəli. Bu dediyimiz Krantaç. qızıl güllərdir. Hə. Şey, gətirə geçərdə belə qızıldılar. Bu təzəndən bitənlərdən. Altıya bax mənə. Ondan bir ikisini gətirin, bir izləyicilərimiz görsün. Bunun suluğuna baxın. Bunun adı nədir? Bu da Deyəsən Göycənin qırmızı böyrü başqa alçadır, forması. yoxsa suyuna bax, hə? suludur, bəli, bəli. Əla, Dərman, dərman. qəşəng. Rəşid bəy, burada nə var bizdə? Burada müəllim bir dənə yaxınlaşın bax. Bura çöldə letnik kuxunadır. Orada da banka yığmaq üçün yerdir elə. Əldamı. Əldan. Burada çöl kuxunasıdır. Bəli, İşte o balıq satıb pişirib eləyəndə Bəli, içəridə olmasın deyin. bəli. İməni bura çəkmiş ki, lazım olanda evə iyi yayılmasın deyin. Burada tutacaq. Rəşid bəy, burada da su ehtiyatı var. Burada deyəsən. müəllim bax 8 tonluq altdakı da marlovunu baxdı. Hə, Üsttəki yox, altdakı da marlovunu baxdı. 8 tonluq. Su daimi onda da var. Bəli. Knovka ilə daşıdım, gəldi su. bu evin birinci mərtəbəsinə elə bir arxadan bir dərdə, daha bir girişdir. Bəli. O başdan da girişi var Bu buradan. ikinci mərtəbəyə gedən bu Bir dənə gəlin çarpları. Paranda bir məhləni göstərim. o dediyiniz obyekt Bu bölümümüzdəkidir, budur. budur, ha? Girişi buradır. Giriş o darvazalandı, bəli. O Yolun nə obyekti elədir? Onun şənlik evi kimidir, yəni gözəl. 2 mərtəbəli. Tekstil də eləmək olar. Gəlmişlər tekstil üçün istədilər, vermədik. Bəli. Biz istəyirik sadəcə olaraq ki, bir yerdən sataq məhəlləmizə. Bəli. Biri gəldi, uşaq bağçası eləyim. Dedik, yox, biri dedi, şənliyə eləyim. Aha. Arendaya bir, biz elə istəmirik. Hələ içinə girmiş olmayıbdı. Yəni, parçamaq düzəlib, remont olunub oradadır. Bildik. Ora indi biz qayıdacağıq. Bu da hörmətli izləyicilər, bu bağın yuxarıdan görsənən hissəsidir. Hə. Qəşəng. O da Murov dağıdır mən. Murov dağı. Ya bax. Hacı kənd o dağın altıdır. Şimdi mənim zaborun 4 metr hündürlüyü var. Bəli. İçəri üzərində hər biri sıvanıbdır, rəhlənib emsiyalanıbdır, fasadın emsiyalan, hamısı emsiyalanıbdır, yəni məhəllədə Əla, bəli, bəli, bəli. nəsə qeyri-adi iş görəsiniz. Bəli, çox gözəl. Çox gözəl. Neysə, hörmətli izləyicilər, biz Gəncəyə də gəlib çıxdıq. Gəncə Azərbaycanın köhnə paytaxtıdır. Bəli. İnsanlar da çox gözəl, mehriban insanlardır. Bəli. Buyurun, Qonaqpərvərdirlər. Gedək müəllim, davam edək davam edək işimizi, sonra oturub bir yaxşı samovar çay içərik. inşallah.
Kəlbəcər qarağatı. Deməyəm oradan gətirib əhmiş. Mənim həyətimdə də qarağat var. Amma da bu uzunluğunda deyil. Fikir verir müəllim. Limonun üstünə Bəli. bax. Ağ ərik deyil bax. Belə olur. Bəli. Bu da meşədən gəlmə zoğaldır. Gözəlliyinə bax, hələ qalıb. Fikir ver. Gözəl. Gerek keçirik, indi gerek mərəm olur tərəfinə. Bəli. Tevfik ağacıdır. Ne istəsən var da. İnnafdır, Gözəl. artıq, qaratır. Bu da tevfikdir. Bu da bir üzüm çardağıdır, yani yığdırmışıq qəşək. Üstünə baxın, bırak. Bəli. Orada bir söhbətgah var. Ora biz qayıdacağıq hələm. Ha bəli, ora qayıdacağıq. Birinci evlə tanış edirik izləyicilərimizi. Mərtəbəsidir. Buyur qardaş. Kesin. Rəşid bəy buyurun. Tamam bəy. Gəlin, hoş gəlmişsiniz. Yalan ayaqlarınız var olsun. Bütün bu pəncərənin qabaqları da hamısı İtalya mərmərindən yığılan şeylərdir. Göstərək. Gördüm bax. Mərmərlər hamısı İtalya mərməridir. Bəli. Bura o tüplonlu poldur, bu zal. Bəli. Başdan ayağa tüplonlu. Buranın uzunluğu nə qədər olar bu evin? Harca 16-17 metr rahat var. Uzunluğu zal. Toy edir. Eni nə qədər olar? Eni 5'in 17'ye 18'e bile. Bəli. Gerçek rahat toy eder. Bir meclis yolu vermiyorlar. Bəli. Və burada nə idi bizdə Rəşid bəy? Bu da yatak otağıdır bir tane. Bir dənə tanış eləyək. Özde içinden hiç ne götürmeyeyim. Bəli. Yəni bütün burada nə görürüksə hamısı qalır. Ha içinden ne mebellər, elə mebel var bir dəqiqə 50 bin, 30 bin qiyməti var. İndi satışdan göstərəcək. O dərəcə. O dərəcədə yəni heç nə içindən götürməyəcək. Çünki bura uyğun alınıbdır, düzəlibdir. Kondisioner ən böyük kondisionerlərdən. Neçə kvadratlıqdır? 100'lükdür, 120'likdir belə. Hı -hı. Bu da bir yatak otağıdır mənim. Divanları. Bəli. Yeri deyirsiniz bambukdur. Pamuk parketdir. Bəli. Kombi sistemidir. Evlər hamısı kombinin yanını sinir. Burada kuxnalı mətbəxdir. Hər bir şəraiti var. Nətər lazımdır. Bəli. Gözəl. Burada mənim kombi otağı deyək də belə. Qazanxana kimi kombi otağıdır. Bəli. Burada ayaq yoludur. Sanitar qovşaqdır buralar. İndi çıxaq yuxarı ikinci etajına baxırsınız mənim. Əlbəttə ki, əlbəttə. Mütləq. Yəni buradan da çıxırıq, evin o başından da giriş var. Bəli. Bu başından da çıxış ikinci etaja da var. Bəli, biz bir yox burada olmuşduq. Hə. Hətta qalxmışdıq ora. Bəli, indi çıxırıq ikinci mərtəbəyə. Olar. Bir dənə göstərək. Yəni buradan ikinci mərtəbəsidir. Bura mansardır, istəsən bilyardda qoya bilərsiniz. Burada hol hamısı pambıqdır. Bambuk. Yəni, Bəli. burada da yenə özünün adıyla yol sürür. Kondisioneri buranın da adıyla, ışıqları. Buranın atapleniya sistemi var. Bəli, hər bir. Yəni il boyu yaşamaq mümkündür Hə. burada. Bəli. Bütün fəsili, nə istəmir. Sərinlik. Burada başda bir dənə otaqdır, istəsən Bəli. bar eləyə bilərsən, yəni. Əla.
2 mərtəbəli şənlik evidir. Bəli, Orada bəli. o obyektdə bizimkidir. Bəli. İndi onu da gelip tanış oluyorsunuz, bakacaqsınız. Ora vapşe çok güzel var. Bəli, buyurun. Gözəlliyə baxırsınız ha müəllim. Bəli, bəli, Canlar. bəli. O qədər bura gözəl mənzərə yaratmışıq ki. Müəllim gələ indi siz obyektinə də tanış edeyim. Bəli, bəli, bəli. Gedək. Buyurun. Bu yani evin arka obyektə də çıxışı var. Bu Bəli. evin. Bəli. Yola da çıxışı var. Arka küçəyə də çıxışı. Gözəl. Bir dənə göstərək. Yanı da buradan da bu küçəyə çıxışı. Buradan yani evin arka yüzü küçədir. Burada yenə bağdır. Əlavə çəkmişik. Bağ salmışıq ki, yaşıllıq olsun. Bəli. Yola da yolun 200-300 turba ilə arxın gelirdi buraya çək. Turba salıb üstünü beton tökmüşük ya bu küçəni biz. Oradan o başdan düz ayağa kimi buranın hamısını 25-30 sm hündürlüyündə beton töküb küçəni biz belə bu vəziyyətə salmışıq. Gözəl, gözəlləşdirmişik. gözəl. İndi keçək obyektə. Bu obyektin qarşısıdır, ön hissəsidir. Bu obyektin nə qədər ərazisi var? 10 sot. Bu obyektin yəni ön hissəsidir. Nə qədər bura elə betona maya tökülür. Hoş gəlmişsiniz, keçin içəri. Bu həyətidir. Ay maşallah. 2 mərtəbəli obyektdir. Burada da ofis üçündür. Bunun arxasında da bəzi o bahalı quşlar saxlayan xəstələr var. İstəyirəm onları aşağıda gözlər cəhənnəfti yanılda. 3 metr enində, 3 metr uzunluğunda 3 dənə dam var. Bəli, 3 dam. Yuxarı ofisdir. İndi açıb göstərəcəm. bəli. İstəyirsiniz bu obyektin 1-ci etajından başlayaq, yoxsa 2-dən mən? Birdən başlayaq əlbəttə. Gəlin indi bir dənə göstərim. Buranın nə məqsədlə istifadə eləmək olar? Buranın şənin evi kimi istədilər. Gəldilər tekstil kimi aparatur azad da gətirmişdilər. Bəli. Arendiya istədilər. Dedik yox biz sıfırdan tikmişik, heç kimə verməmiş. Yəni məqsədimiz odur ki, sataq. Bəli. İstəyir obyekt özümüz üçün eləmişdik. O da nəsə ehtiyac var deyin, satırıq yəni. Ancaq dosta, qardaşa qismət olası tikilir. Hələ onun içine heç kim girib qısımda eləməyir. Hər bir şey sıfırdan, hamısı bahalı mallar var. Pəncərələr hamısı Amerikanın pəncərələridir. İşçilik koduna gidib bax. Bu Bəli. detalların hər biri xaricdən, İtaliyadan, Fransadan gələn mallardır. Bir dənə keyfiyyətsiz burada mal işlənməyib. Gözəl. Hamısı yerə döşənən tam metr belə İrandan gəlibdir. Bəli. Buyurun. Buyurun başlayaq. Göstərin. Fransanın, İtalyanın, mərmərləri, Hindistanın. Buranı bax, iki gözün içində yuxarı xeyir şər üçün şənlik evi istəyirlər. Bəli. Buranlar tekstil eləmək istəyirlər. Arenda istəyirlər. Biz ancaq deyirik yox, saat tərəfə arendaya veririk. Yəni, görürsünüz hündürlüyün, üstü monolit, alt beton, divarlar betonla tökülmə. Bəli. Hər bir şəraiti yanında. Üstülər 30-40 min ilə təhsil üstülərinə pul verir bu xeyir şər verir. Bəli. Restoran. Hamısı xanımın əl işləridir. Onların hamısı özü düzəldir. Bunlar hansı əl işləri? Bəli. Muzey, xanım özü muzey eləməsiydi bu. Güvenli buranı. Bəli. Şəxsi muzeyi. Olsun nəsə. Gözəl. Görürsünüz, çok şey hamısı pakovkadadır. Ona göre biraz üzeri hesap edeyim. Gözəl. Heç şey yok. Burada hamısı bahalı. Vallahi burada yani keyfiyetsiz. Heç şey. Kapı buradan, bunun da kapısı var. Burası 5 yıl olduğuna göre buranın adliyenin kapısıdır. Buranın adliyenin buradan oturanlar
Çıkış var. İstersen bağlayabilir, açabilir. Samovar 1800 neçə incili samovarıdır. Antik var. İndi bundan sizə çay dəmləyirəm, bu çay içərsiniz. Üstündə inşallah. neçədən 30-dan çox peçat var. Güzel. Buran rahat buranı doğrudan da obyekt kimi istifadə eləmək olar. Çox gözəldir. Çox Yəni gözəl. gir elə bu kənddə özü qəsəbə sayılır da bura, qəsəbədir, böyük qəsəbədir. 1300-dən çox ailə yaşayır. Hamı toyunu, nişanını, bayramını, xeyir nişanını gedib şəhərdə restoran danışıb götürüb eləyir. Bəli. Gəldilər bizə bağça kimi davranış istədilər ki, uşaq bağçası eləsinlər. Bu kənddə bir dənə hissəsində bağça var, çox Bəli. bərbaq hallarda. Bəli. İstədilər bağça kimi də istədilər bizdən. Arendiyə çox gəlib isyan oldu. Bəli. Market kimi də istifadə eləmək istədilər. Dedik yox, biz ancaq satmaq istəyirik da belə. Kimsə belə dağılıb töksün bir aydan sonra qayır. Bəli, bəli, düzgün şeydir. O alanda bilsin ki, nə yapıl verir, nə tər keyfiyyət yapıl verir. Aydındır. Şimdi müəllim, hər bir çox, hər şey çox işlənir. Yəni burada Monolit tikilidir. hamısı. Burada da yenə əl damığı. Burada nəsə kombizat yeri, geniş yerdir. Bildim. Nə istəsəniz eləyə bilərsiniz. Aydındır. İndi keçək ikinci mərtəbəyə. Müəllim, ləkələr hamısı mərmər, İtalyanın, Hindistanın. Yəni bütün hamısı çox işlənirdi. Bir dənə mesli mal yox, hamısı xaricdən gəlmə mallarla işlənir. Daha ustaları belə Bakıdan gətirib burada kirasına kimi pulu verib burada işlənir. Gözəl. Bu zalın da uzunluğu 33 metr uzunundadır, 13 metr yerindədir. Bura tutmasıdır. Valla burada heç mikrofona ehtiyac yoxdur. Bəli, poza verir. Bəli. Burada da kombi sistemi hamısı çəkilib hazır vəziyyətdə. Bax, pəncərənin özünün toru da var. Amerikanın pəncərələri fikir verin. Buna baxın, tor qaldı burada. Zavodskoy, o işçi koduna baxın bir dənə. Bəli. Buran kimi çıxır hamısı. Gözəl. Asma tavanın hamısı pat olsa, hamısı bağlı taxtalanmalardandır. Qapılar əl işləmələri, kəsmə taxtalarla bağlı taxtalarla qapılardır. Burada nə var? Burada sanitar ocağı, mulanqi. Balaca yerdə yəni ofis üçün müdür otursun. Bəli. Nə lazım, nə cür istəsə eləyə bilər də. Yəni kompüter otağıdır, nə istəsə eləyə bilər. Bəli, bura xeyir, şər məclisi Bəli, məclis üçün üçün. konkretni, Çox gözəl yerdir, yəni həyəti də böyükdür. mükəmməl bir yerdir. Maşınsal 50-dən çox maşın yerləşir. Buranın da yəni suyu, seyri, hər bir şəraiti var. Düz yolun qırağı, asfaltın böyrü. Möhtəşəm. Gəndə bu tərəfə mənim. Bəli, bəli, bəli. 10 metr arasıdır. Ona bax, Murov dağıdır. Hə. Müəllim, buradan baxırsınız, bax, dağın aşağısı Hacıkənd görsən, bax. Onun üst tərəfi dikənə dağın başı görsən, belə şey. Bəli. Umrov görəcəksən. Bəli. Onun düzlüyü
Postlarda alınır. Bəli. Belə getdi Kəmər qayasıdır. Biz oradan keçsən Daşkəsən tərəfdir belə. Sonra keçir Böyük Qafqaz dağlarına. Mənzərəni də görürsən burada, yəni dağın havası axşamlar burada üşüyürsən. Yəni Bəli. Daşkəsəndə oturmuşsan Xaçbulaqda. Şəhər dağlara bax. Baba o dik duran dağ var. Biraz da belə fırlanır. Bəli. Baba hamısı Murov, Kəpər. Prost biraz orada hava dumanlı değil. Bəli. Karşı tamamı Murov, dik duran Murovdur bax. Onun bir yan böyrü Kəpərdir. Çox Gözəl. gözəl hamısı təbiətin burada. Çöldə iki dənə də yenə sanator qovşağı, qadın üçün, kişi üçün. Nuvanniki, Bəli. iki dənə. Yəni gir içində nə istəyirsən elə. Hazır obyektdir. Hazır obyekt. Sol Bey, buyurun yukarı çık. Yukarıyla tanış olun. Buyurun Rəşid bəy, buyurun. Buyurun gelin. Deməli Rəşid bəy, bu obyektdə də işlədən olsa, burada Buranın bir ofis kimi istifadə ofis kimi istifadə edə bilər. O başında da sanitar qovşağı Sanitar var. qovşağı, her bir şey var. Bəli, Yani kompüter sonuna kimi hamısı aşağıdan bağlanır. bəli. Buradan da obyekti nəzarət eləmək olar. Evet. Girişçi şərtlərdə kamerası var, her bir şey var buranında. Gözəl. Buranında suyu daim gece gündüz suyu suyla özel bir görüntüsü. Bəli. Yani burada gel rahat işine başla. Hazır durulu obyekt. Deməli burada təsəvvür eləyin ki, burada həm yaşayış evi, həm möhtəşəm bağı, bağçası, həm də ki yolun bu birisi üzündə də obyekt. Bəli, otur. Gözəl. Evində otur, pulunu qazan. Bəli, bəli. Yəni inandırım ki, adam özü də işlədə bilər. Yaşayan adam. Bəli. Hamsal Bey, bu obyekti de gösterdiğimiz yeri bu bağın içindeki o bir evi de göstereyim. Ona Bəli. bir yakından bakın, özünüz kıymet görürsünüz. Yani. Bəli, buyurun. Evin çölden çöl üzüdür bura. Bəli. Bu evin. Salam aleyküm. Selam müəllim. Necəsiz? Gölün suyudur. Bir tane bu son biraz içeyim. Temiz ak su yok. Bu istidir. Hiç olmaz. Gece gündüz bırakır. Buradan ben bu bakıma girer. Bu bağını göstereyim. Bura söhbətgahdır. Ha, bura beşik kasası çayda oturup içmek için. Bəli. Burada nə etmək istəyirdiniz? Burada fikrimizdə var idi bir tane ev tikək. Bəli. Üç qardaş idik. Bizim də tikək adama bir olsun. Bəli. Sonra da nəsə Planlar dəyişdi. planlar dəyişdi. Ancaq beton tökülüb, hamısı gül kimi. Nə istəsən edə bilərsən. Əla.
Bu evdir, 2 mərtəbəli. Gəlin bizə bir də baxın. Bura deməli mətbəxdir. Mətbəxdir. Burada da sanitar qovşağıdır. Bəli. Burada yataq otağı. Bəli, 2 dənə. Daha doğrusu 2 yataq otağı. Bəli, bəli. Hal-hazırda bura mühafizəçi evi kimi istifadə Bəli. olunur. Aydındır. Gözəl. Rəşid bəy, Bəli, mən. yerləşmə yer haqqında da bizim izləyicilərimizə məlumat verərdiniz. Göygöl rayonunun Hacı Məlik qəsəbəsi gedir. Bu qəsəbə o vaxtı Gəncəni qalasını almışmışlar. Bizim əsirləri buraxdılar, qatırı veriblər ki, gedin bu qatır hara kimi gedir, harda yıxılıb dayandı, oranı sizə verəcək, orada yaşayış yeri burası. Qatır məqbərənin yanından, Nizam məqbərəsinin yanından gəlib, burada yorulub yatır. Kəndin birinci qəsəbənin bünövrəsi həmən vaxtdan qurulur. Buranla veriblər, həmən kişinin adı Hacı imiş. Elə ondan sonra Hacı Məlik qəsəbəsi də salınıbdır burada. Yəni kəndin bünövrəsi çoxdan qədimi kənddir. Aydın. Qəsəbə adı verir. Aydın. 1200-1300 ailə yaşayır bu kənddə, böyük qəsəbədir. Bəli. Bağçası, məktəbi, hər bir şey, şəhərlə arası 3 kilometr məsafədir. Hacıkəndə gedən yol Hacı bura mı kəndin gedir? yolun düz üstüdür. Buradan da sonra elə girirsən, çöl yolu Hacı kəndə girirsən. Gözəl. Bu qəsəbə Hacıkəndə gedən yolun solunda yerləşir. Bəli. Hacı kənddən gələndə də sağında yerləşir. Arasında 10 kilometr Hacı kənddən məsafə var. Bəli. Bəli. Rəşid bəy, buranın kommunal xidmətləri haqqında da məlumat verərdiniz. Burada işığın adlı sayğacı var, qazın adlı sayğacı var, internet xətti var, telefonu var. Kanalizasiya necə? Kanalizasiya şamboldu 100 metr məhəllədən aralıda. Bəli. 5-ini ona qazdırmışıq, üstünü betonla tökdürüb yer qoymuşuq. Nə vaxtsa dolsa, neçə illərəsə maşın gəlib çəkib buraxır kölə sürgün kimi hər şey öz qaydasında. Bağda ağaçların hər birinin dibindən damcılama sistemidir. İplus əllə də sulanır. Suyu da ki gecə gündüz daimi axır məhəlləyə. Gölün suyudur. 7 kilometrlikdən çəkilib gələn sudur. 32'lik düymə ilə. Yəni bağa gir, içində təmiz yaşa. Bura neçə maşın qara torpaqdır? 400 maşına, 450 maşına yaxın meşə torpağı, peyin hamısını qarışdırıb ələnilib, bura verilibdir. Burada çınqı daş da yoxdur. Hamısını daşıyıb təmizlənir. Sular ki gecə gündüz axır məhəlləyə, hər şey öz qaydasındadır. Bir dənə alan adam burada gəlib içində otur, istirahətini elə yaşır. Rəşid bəy, buranın sənədləri haqqında da məlumat verərdiniz. Yəni evlərin, obyektin, torpağın sənədi varmı? Bəli, müəllim, obşu 52 sotdur. Bəli. Hər birinin obyektin sənəti ayrıdır. Bəli. Bağın, bu bağın içindəki evlərin ikisinin də ayrı-ayrı, ikisinin də sənəti ayrıdır. Bəli. Hər birinin ayrı-ayrı çıxarışı, sərəncamı, hər bir şeyi, qanunu. Yəni tam paket Bəli. quruşadır. Bütün hər bir sənəti qalxmalı qaydası. Gözəl. İndi keçək əsas məsələyə. Qiymət. Qiymət razılaşma yoludur. Razılaşma. Aydın. Oldu Rəşid bəy, təşəkkür edirəm. Çox sağ olun ki, dəvət elədiniz. Siz də çox sağ olun ki, gəldiniz. Bir stəkan çayımız içdiniz, dərindən bir-birini Oldu, siz sağ olun. Minnətdarıq. Çox sağ olun, sağ olun. Allah sizi var etsin.